Salam dostlar, salam. Hər vaxtınız xeyirli olsun. Dostlar, zəhmət olmasa verilişimizi bəyənin, paylaşın. Bugünkü mövzumuz dostlar, bu ekrana şəkil qoymuşam, görmüsünüz. Tanıyanlar tanıyır, tanımayanlar da tanısın. Bunun adı Fuad Ağayevdir. Bu adam İsveçrədə yaşayır. Mənim əleyhimə Alman dövlətinə miqrasiyaya şikayətlər olubdur. Bunun içərisində bu Peysər Qabil, bu şəxsiyyətsiz özünə bloger deyən bu şəxsiyyətsiz alçaq Qabil Məmmədov da var. Hətta Qənimət Zahidin adından da yazılıbdır. Bir də rəhmətlik nədir? Vidadi İskəndərin adından da yazılıb. Təbii ki, bir də burada anonim şikayətlər də var və bu şikayətlərin artıq Fuad Ağayev tərəfindən yazılması böyük bir şübhə doğurur. Çünki bilirsiniz ki, bu Fuad Ağayev ekranda gördüyünüz bu Fuad Ağayevlə bağlı bir çox adamlar iddia edirlər. Bu adam dələduzdur, maşinlikdir. Hətta Vidadi İskəndərlinin ölümündə belə əli var, iştirakı var. Yəni bir çox adamlar ciddi iddialar qoyur ortaya. Yəni arqumentlər gətirir. İndi dostlar, məni Alman dövlətinə bunlar şikayət edirlər. Əllərindən gələn edirlər ki, məni əlimdən sənədlərimi alıb Almaniyadan göndərsinlərmi və yaxud da nəsə bir problem yaratsınlar ki, mən mübarizə aparmayayım, mən dirəniş göstərməyim, mən bunların iç yüzünü açıb ortaya qoymayım. Qabil kimi peysərlər, nə bilim bu Fuad Ağayev kimi əclaflar, bu şərəfsiz yaramazlar. Bunları mən ifşa eləməyim, bunların haqqında danışmayayım. Narahat olurlar. Çünki niyə? Azərbaycanda bu rejimin devrilməsində, Azərbaycan xalqına ədalətin gəlməsində bu adamlar maraqlı deyirlər. Əgər maraqlı olsaydılar, bu qədər oyunu oynamazdılar. Bu qədər fitnəni, fəsadı törətməzdilər. Adamlar götürüblər mənim əleyhimə Alman dövlətinə yazıblar. Rusiya-Ukrayna məsələsində güya mən Rusiyanı müdafiə edirəm. Baxın, özü şikayətləri necə yazıblar dostlar. Bir e-mail üzərindən yazılmayıbdır. Anonim şikayətlərdir bir çoxu. Bir e-mail üzərindən yazılmayıbdır. Bir neçə e-maillər üzərindən yazılıbdır ki, Alman dövlətini mənim üstümə qaldırsınlar. Məni Alman dövlətinə cinayətkar kimi təqdim eləsinlər. Çünki o adam cinayətkardır da, qardaş, baxın. Buyurun. Rusiya-Ukrayna məsələsində güya mən Rusiyanın tərəfindəyəm. Sonra İran rejimi ilə bağlı ayrıca bir şikayət yazılıbdır. Güya mən İran rejimini müdafiə edirəm. Sonra ayrıca Hamasla bağlı yazılıbdır. Hamasla bağlı. Onu da ayrıca bir e-mail ilə şikayət ediblər ki, bu adam Haması müdafiə edir. Və bunun yanında da dostlar Hizbullahı yazıblar. Baxına diqqət edin. Şikayətləri ayrı-ayrı yazıblar. Yəni ayrı-ayrı dostlar, xahiş edirəm burada bəzi trollar var. Əgər bizim moderatorumuz buradasa, Rəsul buradasansa qaqam, moderatorumuz yoxdursa sən də verim. Bu trolları ki, nədir, səssiz al geçsin. Çünki bizim mövzumuz tamam başladı. Bu bir xalqın məsələsidir. Bu birliyin önünə keçən bariyerdir bu. Başa düşürsünüz əzizlərim, qardaşlarım. Məsələ bu deyil, bu böyük bir problemdir bu. Azərbaycan xalqının birləşməməsinə səbəb olan fitnədən, fəsaddan danışırıq biz. Özbaşınalıqdan danışırıq biz, qardaşlar. Xahiş edirəm bu trollara baş qoşmayın, mövzuya diqqət edin. Baxın, görün nələr baş verir, kişilər, ay insanlar. Bu adamlar götürüblər, mənim əleyhimə durmadan yazırlar. Durmadan yazırlar. Əllərindən gələn edirlər ki, məni düz yolumdan, heç olmasa ən azından əlindən sənədlərini aldıraq, nə bilim ölkədən qovalatdıraq, geçsin zəlil günə qalsın, nə bilim əsir düşsün, küçələrdə yazsın, Fransadakı kimi. Bunlar bununla məşğuldurlar. Bunlar Azərbaycan xalqı üçün zaten üçün çıxmayıblar. Qardaşlar, ay insana, bu ekranda gördüyünüz bu şərəfsiz gədə. Qabil Məmmədovun da ipi bunun əlindədir. Və mənim əleyhimə götürüb yazdığı şikayətlərə baxın, diqqət edin ha dostlar. İndi bir məsələni danışacağım. Siz prosesə diqqət edin. Mənim əleyhimə yazılıb hansı ki, Haması müdafiə edir, Hamasçıdır, nə bilim nəçidir, Hizbullahçıdır, İsrailə qarşıdır. Eyni temanı, eyni şikayəti Manaf Cəlizadanın əleyhinə yazıblar. Mən Manaf Cəlizadaya zəng elədim. Dedim, sənin əleyhinə yazılan var ha, o İsraillə bağlı. Onu 90%, 95% Fuaddan şübhələnginəm. Və proseslər onu sübut edir dostlar. Bu günləri mənim əleyhimə yazılan şikayət eyni şikayətdir. Eyni şikayət.
Haması müdafiə edir. Yəni eyni bu şikayəti Manaf Cəlizadənin əleyhinə yazıblar. Anlayırsınız nə baş verir? Xəbəriniz var nə işləyirlər bu adamlar? Bu adamlar xalqın sözünü deyən, satılmayan, mövqeyini dəyişməyən, düzgün, dürüst insanlara imkan vermirlər. Onları ya bizim nəzarətimizdə haqqı demirsən sən, əli oğlansan, kişi adamsan sən, halal olsun sana. Belə oğlansan, neysən, gəl cinən. Amma bizim nəzarətimizdə deyilən, Qabil kimi fikir verirsiniz, adamı boğazına əməlli başlı Qabil, bax bu adamın, qənimətin, nə bilim, bunlar hamısı bir komandadılar. Fikrət Hüseynlidir, bunlar hamısı bir komandadılar bunlar. Qabil də bunların tasmalı köpəyidir. Götürüb mənim adıma yazıblar ki, kişi, Fransada güya mən 2017-ci ildə cinayət eləmişəm. Amma mən bu məsələni yerdə qoymayacam mən. Danışmışam, vəkillə də hamısını danışmışam. Polisə təzdən randevu götürmüşəm. Gedib ifadə verəcəm. Qardaşım, ay Alman dövləti, ay polislər, ay hakimlər, ay nə bilim, qanun, qayda, hüquq, demirlər Rafael Priyev hakimiyyətə işləyir. Yazıblar ki, bir dənə də, o da ayrıca bir şikayətdir. Yazıblar ki, Rafael Priyev Azərbaycandakı hakimiyyətin Avropaya yerləşdirdiyi agentidir. Bunu mənə açıq polis deyir. Deyirsən, burada agentsən, səni bura yerləşdiriblər, yoxsa hansısa bir təşkilatla zadla əlaqən varmı, nəsə bir münasibətin varmı, nə baş verir? Yəni, sən burada agentsən, sən üzümə deyirlər, deyirəm, yox, nə agenti? Yəni, başa düşürsünüz, polis belə baxır, deyir, burada yazılıb ki, İran rejimini müdafiə edir, orada yazılıb Hamasçıdır, burada yazılıb Hizbullahçı, orada yazılıbdır Azərbaycan hakimiyyətinin bura yerləşdirdiyi adam, yəni özləri də dəhşətə gəliblər. Mən də dedim ki, rast ki, belədir, siz də bilmirsiniz mənim kim olduğumu, mən də bilmirəm mənim kim olduğumu. Fuad Ağayev, Qabil Məmmədov, Qənimət Zahid, hamısı mənim aleyhimə yazıblar. Ne güzel. Demək ki, bizə nə lazımdır? Mən şəxsən Rafael Priyev olaraq Alman dövləti ilə yeri gəlsə, əgər çox dərinə geçsə, mən Alman dövləti ilə əməkdaşlığa keçəcəm bu məsələdə. Ki, bu yazılan hardan yazılıbdır? Kim yazıb belə? Bu e-maillər kimdir belə? Qabil Məmmədovun bundan nə əlaqəsi var bu Fuad Ağayevlə? Nə məsələdir? Niyə Qabil Məmmədovun kanallarını Fuad Ağayev idarə eləməlidir? Niyə? Qabil Məmmədov bilmir Fuad Ağayev kimdir? Vidadi İskəndərlinin ölümündə durmadan iddialar irəli sürülür. Bunu Vidadi İskəndərlinin qardaşı da yaxşı bilir. Dəfələrlə Oğuz TV-də bununla bağlı çıxıb danışıblar. Nə qədər adamlar. Bu adam təhlükəli bir adamdır. Bu adam böl, parçala, hökm sürgünən. Ya təslim olassan, ya səni öldürəcək, ya səni burada problem yaradacaq. Sən Azərbaycandakı bu Yezidi, mənfur, terrorçu, alçaq Əliyevlə rejiminə qarşı müstəqil savaşa bilmərsən sən. Qutardı, getdi. Eyni şeyi Manafa qarşı deyilirlər. Eyni şeyi Manaf Cəlizadəyə qarşı deyilirlər. Və mən şəxsən Allaha qurban olaram, Allah böyükdür. Mən haqlıyam. Haqlı olduğumu bilirəm. Mənim əleyhimə yazılanlar yalandır. Bu yalanların üstünə gedəcəm. Alman dövləti ilə bir yerdə vəkillə də danışmışam. Bu işlərin üstünə gedəcəm. Ki, görün mən kiməm? Qabil Məmmədov məni yaxşı tanıyır. Hakimiyyətin adamıyam, düzdürmü? İddia eləyir. Biz iddia eləyəndən nə istəməliyik? İspat. Doğru mu? İddia eləyən sənsən, ispat da istəyən biz. Mən istəyəcəm. Bu mənə də maraqlıdır. Alman dövlətinə də, qanunlara da, nə bilim, hakimlərə də, məhkəmələrə də, vəkilə də hamımıza maraqlıdır ki, bu Rafael Priyev kimdir? Doğru deyil, sizlər üçün də maraqlıdır. Adamlar məni şikayət ediblər, miqrasiya, polisə ki, Rafael Priyev hakimiyyətin adamıdır. Ne güzel, ne güzel. Mən bilmirəm, sən bilirsən. Mən bilmək istəyirəm ki, Rafael Priyev kimdir? Demirsən hakimiyyətin adamı. İddia eləyənsənsə, ispat eləyənsən olasan. Eləməyəsən, keçəcək yolda təzminat davasına. Mən bu günə qədər mənə qarşı alçaqlıq elədiniz, namussuzluq elədiniz. Mən sustum, sakit qaldım. Nə polisə şikayət eləmədim, nə məhkəməyə.
Dedim insandır. Bunu eləməyək, problem yoxdur. Qoy onların sənədlərinə, özlərinə problem yaranmasın. Mən bunu eləmədim. Rast ki siz bu alçaqlığı elədiniz, mən sizin başınıza oyun açacağım. Alman dövləti ilə belə əməkdaşlığa girib bu məsələdə sizin başınıza oyun açacağım. Sən Qabil Məmmədovun imzanla hətta 30 euro belə vermişsən ki, yəni məktub tez bazar çatsın miqrasiyaya. Baxın ha, adamlar görün nə qədər qərəzli, görün nə qədər xain, görün nə qədər alçaqdılarsa, əleyhimə yalan şərböhtən yazırlar. Hakimiyyətin adamıdır falan filan, 2017-ci ildə maşın oğurluğuna həm orada cinayət elif qaçıb. Halbuki 2017-də mən burada olmuşam, Almaniyada. 30 euroda pul verib ki, məktub tez bazar çatsın ora. Təsəvvür edirsiniz? Uğraşdığın dərəcəsinə bir baxın. Əclaflığın dərəcəsinə bir baxın. Sonra da gəlib bizə xalq, millət, xilas eləmək, demokratiya, adamlıq, mərhəmət, kişilik. Kişiliyi mən eləyəcəm sizə, görərsiniz siz. Səbirli olun. Allah ədalətli adamların yanındadır. Gec olar, güc olar. Vallahi deyirəm mən. Gec olar, güc olar. Sən Qabil Məmmədov o şikayət ərizəsinə imza atmısan. O şikayət ərizəsini kim yazıbdı sənə? Hə, Qabil Məmmədov? Sən özün yazmısan? Hə? Əli Oğuzun adını yazmışsın orada şikayətdə. Ki, mən Əli Oğuzun evində aylarla qalmışam. Yalan da bu. Yalandır bu. Kim yazıb bunu? Qabil Məmmədov. Fuad Ağayev. Yazıb, sənə göndərib e-maillə, PDF-lə, sən də çıxartdırıb, imza atıb, üstündən də 30 euro pul verib, məktubu təcili göndərmişsiniz miqrasiyaya. Bəli. Bunu sən yazmamısan ki. Bunu sən yazmamısan. Əli Oğuzun adı gedir orada. Əli Həsən Əliyev. Adresinə qədər. Mən onun evində aylarla qalmışım. Kim deyir bunu? Hardan eşitmişsiniz? Bu nə yalandır belə? Nədir bu belə? Siz dostlar, burada elə şey olmaz yani. Bir adam gələr sənin evinə 3 həftə, 2 həftə, 5 həftə qalar. Amma aylarla 6 ay, 7 ay yazıb. Zeksimonat, yəni 6 ay. 6 ay evində qalanlar bu təhlükədir. Yəni bunu orada elə yazıbdır ki, güya Əli Oğuz da bu şikayətin içərisindədir, bu da şikayət eləyib. Bu şikayət eləməyibdir. Həmən şikayətin içərisində Əli Oğuz yoxdur. Bu Qabil Məmmədovun adından yazılıb mənə. İçində də Əli Həsən Əliyev, Əli Oğuzun adı. Adresinə qədər. Evində də 6 ay yatmışam güya mən, orada qalmışam. Yalandır. Mən bu məsələlərin üstünə gedəcəm mən. Bu işi məhkəməyə, prokurora qədər, hər yerə qədər aparacam mən. Ki görüm, sizə kim o məlumatı verib, hardan bilirsiniz ki, mən Əli Oğuzun evində 6 ay qalmışam. Qabil Məmmədova kim veribdir ki, onu kim yazıb verib? Qabilin özü doğrudan da Qabil yazıb bunu. Mən bu məsələnin üstünə gedəcəm. Səbirli olun. Səbirli olun. Allahın izni ilə bir vəkil də tutacağım. Ev yox, cibimdən pul verəcəm. Amma bu məsələnin üstünə gedəcəm. Mən sizin nə qədər oğraş, alçaq, namussuz olduğunuzu sübut edəcəm mən sizə. Bəyənin dostlar, bəyənin, paylaşın zəhmət olmasa. Aparıb, arvadı ilə özünün şəklini verib polisə ki, Rafael Piriyev mənim arvadımla özümün şəklini. Baxın, ha, ki, biabırsılıqdır. Aparıb polisə verib ki, şəkili. Mən bunun arvadının alına faşə yazmışdım, özünün alına Peysər Qabilin. Facebookda paylaşmışdım. Buna səbəb də Qabilin özü olub. Çıxıblar Orxan Ağayevlə, Süleyman Süleymanlı və digərləri. Məndə videolar var, faktlar var bundan bağlı. Hamısını təqdim eləmişəm polisə. Ki, buna görə olub bu məsələlər. Canlı yayım açıb, mənə şər atırlar, anama şər atırlar, bacımın şəklini efirdən qoyurlar. Mən bunun cavabında əlbəttə ki, belə olmalıydı. Necə olmalıydı? Gəlib evində səni öldürməliydim. Anlamadım mən. Nə etməliydim ki? Çaşmışsan, qatıqlamızın cavabını vermişəm. Qutardı, getdi, burada nə var ki? Aparıb polisin qabağına onu qoyub, deyib ki, mənim arvadıma bax, deyir, arvadımı təqdir eləyir. Ölümlə deyir məni, arvadım uşağımı təhdid eləyir. Mən girib içəridə 15 il yatası da olsam, mən Qabil Məmmədovu, onun ailəsini öldürəcəm. Belə bir şikayət yazıbdır. Kim də sənin kimi Peysərə görə Qabil Məmmədov, sənin kimi oğraşa görə, sənin o cırıq arvadına görə, pozğun arvadına görə kim də gedib içəridə yatır? Nə nağıl danışsan əsən? Hə? Tı var ya da tı var. Sizin başınıza oynasacağım mən. Onu mən belə yerdə qoymayacağım.
Güya mən bunları öldürmək istəyirmişəm. Polisə deyirəm ki, öldürmək istəyirəmsə, o adresi var da orada. Gedib öldürərəm də. Demək ki, o niyyətdə olmamışam mən. Mənim adıma niyə yalan yazsan sən? Xeyr ola. Kimsən sən? Doğrudan da bu şikayəti Qabil Məmmədov yazıyor. Baxı, bunun işi deyil axı burada. Bəyənin dostlar, bəyənin, paylaşın. Bu alçaqları ifşa eləmək lazımdır, qardaş. Deyir, qormursan. Nədən ay qardaş? Nədən? Elə qorxa-qorxa bu gündəsiz də. Kişilərin, meydanda kişilərin olmalı halda, ləyaqətli insanların olmalı halda olduğu bir meydan gör nə gündədir. Qabil kimi peysərlər, Fuad kimi əzraflar, yaramazlar doluşub meydana oyun oynayırlar. Və siz nə tər kişisiniz, bunu belə görüb susursunuz. Belə kişi olmağa nə var ki? Belə qiriyyətli olmağa nə var ki? Sən nə tər kişisən, sən nə tər ləyaqətli adamsan ki? Sənin yerini cırcındır doldurubdur. Nə tər sən ləyaqətli adamsan? Sən birinci bundan başla əzizim. Sən necə mən qorxuram, qorxmuram. Qorxuram, gəlir yanımda qorxmuyum. Bəyənin dostlar, bəyənin, paylaşın. Baş qaldıran düzgün, dürüst oğulları birbaşa və ya dolayısı yolla oyuna gətirirlər. İstismar eləyirlər. Ələ salırlar. Nə bilim, lağ eləyirlər. Şər atırlar, böhtan atırlar. Bu millətin kişiləri bunu görmürmü? Bu millətin kişiləri narahat eləmirmi bu biabırçılıq? Hamımıza aid deyil, qadınlı kişilərlə hamımıza. Narahat olmuruq mu bundan? Mən narahat oluram. Mən bu millətin evladıyam. Bu meydanda mənim bir haqqım var, mənim bir yerim var. Mənim yerimdə dələduz maşinlik, ləyaqətsiz otura bilməz. Bu mənim adıma ləkədir, bu mənim ləyaqətimə tüpürmək deməkdir. Mən qəbul eləmirəm. Sən qəbul edirsən ki, qəbul elə yaşa. Sənin elə yaşayışın odur. Yaşayışın odur sənin. Salam dostlar, salam, hər vaxtınız xeyir olsun. Bəyənin, paylaşın. Sabahların dostlar, bu baş verən hadisələr var, bayaqdan danışıram. Bu mənim sifətimə görə deyil, bu. Bu gördüyünüz var, bu Rafa sifəti. Bu sifətə görə eləmir, bunu. Qaşı əyridir, burnu əyridir, səsi pisdir, yaxşıdır, gözü əyridir. Buna görə yox, adım Rafaldi deyə yox, Azərbaycanlıyım deyə yox, ədalətli olduğum üçün, düzgün, şərəfli olduğum üçün, bunların heç birinin oyunlarına getmədiyim üçün, satılmadığım üçün, mövqeyimi dəyişmədiyim üçün, düzdür, əyri-əyri. Bunu mən illərlə də deyirəm, bunlar narahat olurlar. Çıxıram, bunların oyunlarından danışıram, yalanlarından danışıram. Narahat olurlar, bunlar ona görə bunu eləyirlər. Sən də çıx, bax, sizlərdən biriniz də çıxın bunları, belə oyunlarından danışın, ifşa edin, sizi də eyni mənə qarşı elədiyi alçaqlığı və ya ona bənzər alçaqlıq eləyəcəklər. Anlayırsınız bunu? Bu bir sistematik məsələdir. Bu bir milli məsələdir. Bu şəxsi məsələ deyil. Bu şəxsi məsələ deyil ki, mən bu adamları tanımıram mən. Bilmirəm bu adamlar kimdir. Bəyənin dostlar, bəyənin, paylaşın. Bir nəfər istək göndərin, qoşaq görək. Nə deyirlər bu məsələnin bağlı dostlar? Alo, salam aleyküm. Salam qardaş, hər vaxtınız xeyir. Akşamı xeyir. Nəsirsən, nə var, nə yox? Şükür Allaha, əziz qardaş, çox sağ olun. Buyurun. Allaha zamin ol. Allahın zaminində ol. Eşin elə belə qoşdum, bir səsi beşidim, xoş olun. Sağ ol qardaş. Bax, bu məsələdə bu adamlar gəliblər qardaş. Avropada yerləşiblər, hərəsi bir ölkədə. Düzü deyən, bu millətin səsi olan, düzgün, dürüst insanları istismar eləməklə məşğuldurlar. Oyuna gətirməklə məşğuldurlar. İmkan vermirlər ki, müstəqil kişilər, qadınlar əl-ələ versin, bir yerə gəlsin. İmkan vermirlər bu adamlar. Biz nə vaxta kimi susacaq, qardaşım, əzizim? Bugün mənə, sabah sənədir.
Birisi gün o birisi nədir? Bak bu məsələni gündəmə gətirib danışmaq lazımdır, qardaş. Bu nə tər müxalifətdir? Bu kimin müxalifətidir? Bu sənin mənim adımdan danışır bu adamlar. Bu deyil məsələ, qardaşım. Buyur qardaş, başqa sözün var mı? Var ol. Sağ ol qardaş, Allah amanda qalın. Digər dostlar qoşulmaq istəyir. Qoşulun dostlar, qoşulun, fikirlərinizi söyləyin. Alo. Nə vaxta kimi olar? Belə müxalifət mi olar? Belə idarəçilik mi olar? Yəni, buyurun qardaş, salam aleyküm. Aleyküm salam. Buyurun qardaş. Sən buyur, təklifin nədir? Təklif qardaş, birlikdə əl-ələ verək, komandalaşaq, şəbəkələşək, meydanımıza sahib çıxaq. Niyə axı bizim yerimizə sənin mənim kimi ləyaqətli qardaşların, bacıların yerini niyə belə dələduzlar tutmalıdır qardaşım? Çeçəndə belə şey yoxdur. Erməndə belə şey yoxdur. Yahudidə belə şey yoxdur. Almanda belə şey yoxdur. Bu nə tər olur bu? Bunun bir sözü var qardaş. Bildim, Yahudilərdə desən belə şey yoxdur. Yahudi deyəni nəyə nəzərdə tutursan? Yəni meydanına sahib çıxır qardaş. Sənin adından danışır bu adamlar. Mənim adımdan danışır. Yalan danışır, pırıldaq edir, işverənlik eləyir. Təklifin nədir? Təklifim odur ki, qardaş, birləşək, əl-ələ verək, şəbəkələşək, bu məsələnin üstünə gedək. Hansı məsələ? Önümüzdəki bariyerləri dağıdaq. Təklifim budur, qardaşım. Bax, bu məsələdə bir vəkil lazımdır. Hamısı puldur. Əl-ələ verək, əlimizdən gələni eləyək. Bu nə vaxta kimi davam eləyəcək? Sən orada sus, mən burada susum, o orada sussun. Bunlar da öz işində, öz oyunlarında. Kimin adından? Sənin mənim adımdan. Kimin adından? Xalqın adından danışırlar. Ziyandan başqa da bir xeyri yoxdur. Bildim, təklifin nədir? Dedim, xay qardaş, mən nəsə də deyim. Gücünüz nəyə çatır? Maddi, mənəvi, əməyi paylaşmağı, videonun kəsilib paylaşmağı. Yaxşı da, yaxşı. Kimə qarşı birləşək? Qardaş, rejimə qarşı, Əliyev rejiminə qarşı. Yaxşı birləşdik sonra. Necə yəni birləşdik sonra, qardaş? Sonrasını Allah göstərəcək, narahat olma. Əsas odur ki, sən özündə təpər tap, güc tap, cəsarət tap, qardaş, bir hərəkət eləyək. Niyə Əliyev rejiminə qarşı birləşməliyik? Və kimə qarşı, qardaş? Nə bilim, sən dedin də. Deyir, niyə Azərbaycandakı ədalətsizliyi görmürsünüz, qardaşım? Dünya ədalətsizdir. Arkadaş, dünya hara ədalətsizlikdir, zəhmət çəksin, xalqlar savaşsın. O argument deyil ki, dünyada əziyyət var, zəhmət var. Təbii ki, yaxşı şeydir zəhmət, əziyyət, amma haqsızlıq, misal üçün, Suriyada var, İraqda var, bizdə də mi olmalıdır? Məntiqlə düz gəlmir. Doğru deyil, yəni ölkədə polis özbaşınalığı, rəis özbaşınalığı, icra hakimləri, nə bilim, deputatlar, yəni ölkə, qardaş, tam nəzarətdən çıxıb, elə bir xalstoydadır, gedir. Bu sənə ziyan, mənə ziyan. Birləşib nəsə eləmək lazımdır, qardaş. Əməli hərəkət eləmək lazımdır. Mən sənə dəstək verirəm, sən belə olansan, o yox, qardaşım. Əməli hərəkət. Gücümüz nəyə çatırsa onu eləməliyik. Bunu eləməliyik, əzizim. Belə şey olur, qardaş, gəlib yığışıblar Avropaya sənin mənim adımdan danışır, bloger adı altında. Bizi ələ salır. Qardaşım, nə vaxta kimi biz aldanacağıq? Nə vaxta kimi biz ələ salınacağıq? Başqa sözün var mı, qardaş? Var. Buyurun. Sənin təkliflərin uyğun gəlmir. Deyim niyə? Buyurun. Sən oturmuşsan Avropada, yaxşı eləmişsən. Tənqid dalayacaq. Amma tənqid kömək eləmir axı. Sənin köməyinə ehtiyacın var da, mən nə deyirəm ki? Sizin köməyinizə ehtiyac var da. Nə kömək eləyim? Əlindən nə gəlir? Bu məsələdə əlindən nə gəlir? Heç nə. Qardaş, necə yəni heç nə?
Sən təklif edə, mən də edeyim. Necə yəni heç nə? Misal üçün sən yaşadığın yerdə bir 5 dənə bir 2 YouTube, bir 3 dənə TikTok açıb, əgər sən bu məsələdə maraqlısansa, videolarımızı paylaşarsan, ən azından bununla dəstək verərsən. Bu da yoxdur əzizim. Bəs siz Paylaşıram. nəyə lazımsınız? Paylaşıram, səni paylaşıram. Söhbət bundan getmir, tək paylaşmaqdan yox. Mən ən aşağı yerindən dedim, yəni ki, heç olmasa mediada dəstək verək. Başa düşdünmü yəni? Maddiyyatsa maddiyyatla olsun. Gəlin birləşək, hərəkət eləyək. Yəni mən buradan təhqir eləyim, o oradan oyun oynasın, bu buradan yalan danışsın. Mən üçün bunları ifş eləyim, bunlar mənə polisə versin. Nədir bu belə? Siz də baxın oradan deyin ki, belə müxalifət olar, tüpürün bunlara. Sonra nə xeyir oldu bizə? Doğru mu? Yəni bu düzəlməlidir, nəsə düz getmir. Düz getməyən şeyi sənini mənini düzəltməli yerələ verir. Mən bunu demək istəyirəm, qardaşım. Mənə bax, Digər dostlar qoşulmaq istəyir, qardaş. qoş da. Mən aşağı indirmək məcburiyyətindəyim səni. Sən aşağıdan qulaq as, qardaş, sağollaşaq. Digər dostları qoşaq. Qardaş, əlimizdən nə gəlir onu eləməliyik. Yəni, sən də sus, mən də susum, o da sussun, bu da sussun, bu birisi də səsini kəssin. Qardaş, nə vaxta kimi? Nə vaxta kimi? Sən susa qazini həbs elədilər. Sənin susqunluğun İlham Əliyevə mesaj verdi, şərait yaratdı ki, İlham Əliyev əlini qolunu salla, Hacı Vəliyevi, qazi qardaşımızı 2 il 6 ay həbs elə, şərlə həbs elə. Sən şərait yarattın da, millət olaraq. Siz yol açdınız da buna. Amma onlar görsəydi ki, bir xalq olaraq, bir millət olaraq, əgər bizim qeyrətimiz, namusumuz varsa, bir kişiliyimiz varsa, bu qazinin arxasında dursaydı, onun getdiyi izlə geçsəydi, o qorxardı, onu həbs eləyə bilməzdi. Biz yol açdıq da, qardaş. Yalandır be. Oturub elə qazımı sevirəm, şəhidimi sevirəm deməklə deyil ki. Fakt başqa şeydir, reallıq başqa şeydir. Axı siz nə vaxt söyləsiniz bir millət olaraq? O zən gelir, mən heç zad eləmərəm, bu zən gelir, mən heç zad elə bilmərəm. Yol göstər. Qardaş, yolu hamımız bilməliyik. Hamımız əl-ələ verib o yolu, o bir xətdir, cızmalıyıq. Sən mənə gəlib deyirsən ki, əziz qardaşım, hər şeyi sən denən mənə. Qardaş, mən hər şeyi bilmirəm, axı, elə şeylər var ki, sən onu məndən yaxşı bilirsən. Bacarırsan da, eləyərsən də. Mən sənə, nə deyim qardaş? Mən sənə birliyə çağırıram, bərabərliyə çağırıram. Əlimizdən gələni eləyək. Azərbaycan xalqının təşkilatlanmasının qarşısını alan bu saxtakar özünə bloger müxalifət deyəm. Bunların içizini qoyaq ortaya qanunla, qayda ilə. Bunların üstünə gedək. Bunlar bir çoxu rejimin bura yerləşdirdiyi adamlardır. Bunlar düz adamlar bu hərəkət elə bilməz. Düzgün, dürüst adam öz millətini ələ sala bilməz. Öz millətini heyvan yerinə qoymaz. Dürüst adam bunu eləyə bilməz. Qardaşım, bu alçaqlığın qarşısını kim alacaq? Bəyənin dostlar, bəyənin, paylaşın. İlham Əliyev və ailəsi ölməlidir. Qardaş, ölməlidirmi, qalmalıdırmı, tutulmalıdırmı? Nə olur olsun, kökündə sənin, mənim birliyim yatır. Canımızı fəda vermək yatır. Doğrulara, düzgünlərə dəstək vermək yatır. Düzgün insanları, dürüst insanları, sizin haqq sözünüzü, sizin gələcəyiniz üçün can qoyan oğulların müdafiə eləməsindən keçir, yanında durmasından keçir. Dəstəyinizi verin, əsirgəməyin qardaş. Nə vaxta kimi siz bu haqq meydanınıza sahib çıxmayasınız? Nə vaxta kimi? Yəni, sənin susmağının bizə nə xeyri var ki? Azərbaycana evladı, Azərbaycan kişisi qadını sizə aiddir, əzizlərim. Sənin susqun olmağının mənə nə xeyri var? Sizə nə xeyri var? Başa düşənmədim mən. Ziyan verirsiniz də, qardaş. Susmusan, meydanına sahib çıxmamısan. Sənin yerimi gəlib o belə çaqqallar, ekranda gördüyünüz. Sonra qabil kimi peysərlər. Doluşub sənin yerində oturub səni alladır. Sənin adından danışır, səni ələ salır.
Bu sənin susqunluğunun sayəsində baş verir də bu oyunlar. Görmüşük adamın bir şərəf olar, bir ləyaqət olar, bir kişilik olar, bir oyun varsa, yalan varsa, fitnə varsa, fəsad varsa qarşı çıxmalıyıq. Hardadır bu sizdə qardaş? Siz də Azərbaycanlı sizsiniz. Nətər ağıllı adamlar sizsiniz. Nətər siz bu həyatı düzgün yaşayırsınız. Nətər oluyor bu? Beğenin dostlar, beğenin, paylaşın. Burada İsmail qardaş yazıbdı, bir də mən qoşuram. Nətər Rafael? Salam, hər vaxtınız xeyir, buyurun. Deyirsən ki, sizlə danışmayaq, sənlə danışaq, biraz rahat olsun. Deyirsən ki, birincisi bu arkadaki kimdi şey, bir de üzülü çek. Fuad Qəhrəmanlıdır. Fuad Ağayev, yox Qəhrəmanlı yox, Ağayev. Hə, Fuad Ağayev. Şeydir, deyirsən ki, tamam, düz deyirsən Rafael. Müxalifətin içində nəinki parçalanma var, hələ satqınlıq da var. Onu başa düşdük, o heç, onu öz yerində. Məsələn, sən subut edə bilərsənmi 1, 2, 3 nəfəri rəsmən sənədlərini tapıb subut edə bilərsənmi onlar hansısa bir partiyanın dəstək məktubuna bu gün Avropadadılar və heç nə belə deyək, əməlləri yoxdur. Bıraş, məsələ o deyil, başına dönüm. Məsələ böl parçala məsələsidir. Məsələ o deyil, alsın da oturun. Biz demirik ki, almasın. Biz deyirik, bizi niyə alladırsan ki? Biz deyirik, bizi niyə alırsan? Niyə sən şər atırsan ki sən? Niyə? Biz bunu deyirik, qardaş. Niyə sənə şər atır? Niyə də? Bax, o sənə mesajdır da. Sən də gəlib baş qaldırsan, doğruları olduğu kimi desən, dirəniş göstərsən, bunların yalanlarını görsən, böyük hədəflərin sahibi olsan sən, görsən ki, sənin hədəflərin qarşısına keçir bunların yalanları. Sən bunları başlasan ifşa eləməyə. İfşa elədə sənə də belə hədəf olacaqlar da. Tamam. Mən qaşıma gözümə vururlar onlar. Yox, bildim. Bunu bir şəxsi intriqa kimi də qəbul edə bilərik, Rafael. Məsələn, mənim Fuad Ağayevin şəxsinə nə işim var ki? Mən adam tanımıram. Qanun evinə getməmişəm. İşbirliyim yox. Nə ola bilər sizcə? Düşünmüsünüz heç? Yox, neyini sənə qarşı maraqlıdır? Mən də xəbərim yoxdur, zarafatsız. İfşa eləyirik də qardaş. Adamlar ifşa olur, oyunlar ifşa olur. Maskaları düşür. Adam çıxardır efirə Qabil Məmmədov. Bir dənə papaqlı gədənin şəklini qoy, deyir məni ayaman qoymun, gəldilər öldürməyə. Yalandır. Yalandır ki. Başa düşdüm. Mən çıxıb deyirəm ki, yalan danışma, bu cəmaatı heyvan yerinə qoymayın, etməyin, eləməyin. Bunu deyəndə qardaş, qarşı tərəfdən çıxır deyir ki, bu hakimiyyətin buraya yerləşdirdiyi adamdır. Qardaş, tamam, onu başa düşdüm. Yalanın qarşısı kim alacaq? Kimdir bu adam? Rafael, şər böhtan var olacaq. Bunun qarşısını almaq çətindir. Söhbət ondan gedir ki, bu şər böhtan sırf şəxsi zəmindədir, yəni sənə qarşı, yoxsa ümumən sənin fikrincə bütöv müxalif yönlərə qarşı? Qardaş, deyirəm, ümumi xalqa qarşıdır. Anlamışsınız siz? Sabahlarım sən çıx, o prinsipə. Üzümü göstər, təbliğata başla. Məsələn, təbliğatına aparacam, Rafael Piriyev. Sənin. Sən bunların onlarla danış, xalqı birliyə çağır. Bax, gör, sənin qarşını kəsən maniyələr nədir, onu da biləsən. Kimlərdir? Onları üzə dilə gətirib məcbur danışanda onlarını pozanda. Yox, o məlumdur, bilirəm. Milli məsələdir. Bilirəm. Əli Kərimli tənqid etdim. Deyirəm də sənə Əli Kərimli tənqid etdiyimə görə aləmi qoyub söyürlər. O heç, aydındır. Məni şəxsən, sən mənə subut eləməli deyilsən. Nə var tənqid edirəm, təhqir də yox, tənqid. Və burada həmin o Əli Kərimlinin trolları bir dəqiqə oturub. Söhbət ondan getmirəm. Bax, problem odur ki, Rafael, sən inandın. Sən, mən fərqi yoxdur, mən özümdən danışıram. Mən insanlara çalışıram, çatdırım ki, bu dünyada büd yoxdur. Mənim üçün ümumiyyətlə büd yoxdur, mən Allaha da inanmıram. Allaha inanan adam yeganə bir dənə Allaha özündən büd tuta bilər. Problem odur ki, Rafael, bizim vətəndaşlar... İfadəni düzgün danışsın. Allahı bütləşdirmək deyə bir şey yoxdur. Allahı tanımaq üçün təqva lazımdır. Onu özünüzdən çıxardırsınız büyük. Tamam, mən inanmıram deyən indi mən o ifadələri... O ayrı bir şey, inanmırsan özün bilirsən, amma Allahı sevmək üçün, tanımaq üçün təqva lazımdır. Ayso, bax, gör nə yazır. Sən Yahudidə... Boş verirsən, məsələ ilə bağlı danış. Məsələ ilə. Ayso, məsələ... Rafael, bax, bir yax sənə oğlan sual verdi, bilməm kim idi. Dedi ki, mən şəxsən nə istəyirsən eləyim?
Bax mən şəxsən Elə mən neyi məsələlər var ki, edirəm burada da sən? demək olmur, qardaş. Burada da demək olmur. Şəxsdə misal üçün danışmaq olar, nə etmək olar, maddi, mənəvi tərəfimi, sənin misal üçün, sən gəlirsən, bir yerdə dəstək verirsən, əlindən nə gəlir onu eləyirsənsə, sən yanındakı dost qardaşlarından yanında da bir nəfər çağır ki, yəni zəncirvarı bir-birimizə bağlı bir iş görməliyik. Düşmən gör necə işdir, fikir ver. Meydana diqqət edirsən. Razıyam. Uzun Nə illərin qədər işidir. haqlı adam var, nə qədər nahaq adam var. Nə qədər batil var, nə qədər haqq var. Fikir versən sən. Rafael, sən bildim. Sən bu siyasətdə, Azərbaycan siyasətində təbii liderin varmı? Sabah mən sənə sual versin. Qardaş, lideri yetişdirirlər, lider öz-özündən çıxmır, əzizim, qardaşım. Bir ayqa deməli yoxdur da, deməli yoxdur. Yoxdursa yetişdir də, və qeyrətiniz yoxdur, və mən onu deyirəm də, bizim liyaqətimiz yoxdur. Yetişdirmək lazımdır da. Yetişdirək də. Sən də qaçırsan, mən də qaçıram, o da qaçırsa, o da lider axtarır. Sən kim lider gətirib verəcək ki? Lideri yetişdirirlər. Bildim. Kişilər Azərbaycan yetişir, ləyaqətli oğullar əl-ələ verir, cəsarətli, qeyrətli, şərəfli, nəfsinə sahib çıxan, Allahını, vicdanını, insanlığını, şərəfini bilən adamlar. Əl-ələ verir, qardaş, birlikdə iş görür, içindən lider seçilir, ələnirik. Bu meydan ələkdir, ələk meydanı. okey. Başa düşürsən məzdim. Bunu biz eləməliyik. Mən də biləm də lider yoxdur. Ay sağ ol. Amma var axı, Ya. eləmək olar, çıxartmaq olar. Var axı bu Bildim, sabahda millətdə şərəfli, ürəkli. Yetişdir, əziyyət çək, həyat bu qoy, 2 il, 3 il. İlham Əliyev də gəlib 500 bin verib lideri onu alsın. Qardaş, elə olmur, ay başına dönüm. Sənin yetişdirdiyin lider özü yetişdirən olacaq. Onda İlham Əliyev nə qədər alacaq ki? Birini alacaq, hamısını alamayacaq ki. Lider yetişdirənə deyirlər. Siz o qədər Trumpların, Qərbin, Amerikanın, oranın buranı gətirib yerləşdirdiyi liderlər görmüsünüz ki, elə bilirsiniz ki, lider belə olur, əzizim, yox. Lider yetişdirənə deyirlər. Başa düşürsənmi? Sən yetişdirəsən ki, düşmən başını itirsin, səni öldürə bilməsin. Sən yetişdirməsən, səni aradan götürəcəklər. Fikrim çatır mı əzizim? Fikrin çatır Rafael, amma bu bizi cəmiyyətdə özün də bilirsən ki, bizi cəmiyyətin hər gün siyasi savaddan uzaqdır. Sən dediyin sözlər o normal bir cəmiyyətə aiddir. Hələ biz özümüzü düzəltək Rafael. Ona görə mən sənə susuram, qulaq asıram. Özüm də xaricdə yaşayıram, bilirsən harada İsraildə. Düşünürəm ki, ay Allah, bu nədən danışır? Yəni pis mənada başa düşməyəm. Bu nədən danışır? Bu deməli, hardasa razıyam sənə 10 ilin işidir. Yəni sən də qəbul edirsənmi? Əliyevlər hakimiyyəti bu gün, sabah, 1 ildən sonra hakimiyyətdən gedəsi deyil. Onda bunu qəbul edirsən də Rafael. O da bir argument deyil axı, biz susaq oturaq ki, bu bir ilə düzəlməyəcək, oturaq. Əlbəttə deyil. Susduqca bir il olacaq üstündən 5 dənə. 100%. 100%. Belədir, yəni 100%. o da iş deyil axı. Yəni bizə Ona görə mən mübarizə deyirəm bilsən ki- də təbii biz giririk cəbhəyə, orada ölə də bilərik. Bizim işimiz mübarizə aparmaqdır, dirəniş göstərib ədaləti bərpa eləməkdir. Bilmirik öləcəkmi, qalacaqmı, nə bilim, nətər bilmirik. Yəni biz Ona görə Rafael, bu gün hərə özündən başlamalıdır. Özündən o barədə, yəni hamımız biz millət olaraq hələ bir insan kimi özümüzün qədrini bilmirik ha. Bax fikir ver bizim millətin ifadələrinə. Filankəsə qurban olun. yox, indi bir dənə bax, Məsəl qulaq üçün. as, İsmail qardaş, gör nə deyirəm. Bu insanların nətər fikrini dəyişəsən. Yox, qulaq as. Mən bu artıq bu şeylərə son qoymuşam. Bax sizin kimi dostlar, insanlar zəng eləyir. Trolu bəhanə gətirir, onu bəhanə. Qardaş sən kimsən bəs? Bəxtini özümüzdən başla. Sən kimsən? Sən niyə Hayır. trolun özünü sən müqayisə edirsən? Axı niyə mənlə müqayisə eləmirsən? Elə də qardaş. Niyə? Niyə də bu Sən niyə məntiqlə? müqayisə Problem eləmirsən? sənin özündədir. Niyə sən özünü mənlə müqayisə eləmirsən? Mübarizəyə qoşulmusan, cəsarət tapmısan özündə. Məntiqlə doğru mu? Xalq Deyəcəm bu nəyə gündədir. Eləməyin belə şeylər. Gəlin, məntiqlə İcazə yanaşabilsin. verdiyim də, icazə verdiyim. Buyurun. Mən sənin fikirlərin, müəyyən fikirlərinə razıyam. Amma sənə qoşula bilmirəm. Bir dənə ona görə ki, söyürsən. Bəli, çox doğru deyirsən. Yanımda sizin kimi qardaşlar 5-10 nəfər olsa, birlikdə iş görsək, mən əsəbləşəndə nəsə olanda elə ağzımdan vurarsınız da, nə olacaq? Denə eləmə də qardaş. Kişi eləmə də, bu işi ağılla aparmaq lazımdır. Nə olacaq? Yəni, bilirsən, Öyle bir bax, şey, bizi- öyle olur ya. misal çəkəcəm biraz. Amma fakt reallıqdır. deyə. Sən də səhv danışırsan, deyirəm qardaş, eləmə də səhvdir bu sən dediyin. Bunu eləsə ziyandır, Ay, eləmə də çox. qardaş. Bax, fikir verir Rafael. Rəqabət aparmaq lazım ki, millətə nümunə olaq. Cəmaət gözünü ki, haqq Ay sağ ol.
Və AXCP-nin sıraları günü-gündən azalır. Bir dənə sən yığdığın yayımda 80 nəfəri 5 dənə AXCP-çi yığa bilmir. Hədsin yayımda nəyə görə? Çünki kütləvi şəkildə söyüş söyürlər. Cəmaatın ana bacısını söyürlər. Mənim şəxsən şəkillərimi, yəni aləmin şəklini qoyub söyür. Nə var deyirəm ki, mən Əli Kərimli sevmirəm. Buna görə. Yəni sən bu insanlara, birinci bu insanları inandırmaq lazımdır ki, kimisə tənqid eləyəndə digərisinin varı yox söyləsi deyil. Biz hələ ora gəlib çatmamışıq, Rafael, uzaq elə ondan. Sən dediyin... Qardaş, gəl inandıraq da. Deyək ki, sən onları gənə getdin, nümunə gətirdin, inandırmaq. Gəl inandıraq da. Ha, gəl hər gün bir söz verək. Bax, mənə WhatsApp-da zəng elə. Qardaş, arxa fonda danışaq, hər gün efirlər açaq, müzakirələr aparaq. Heç də üzünü də göstərmə. Ağıllı, məntiqli təbliğat aparaq, iş görək. Ha? İnandırmaq demirsən? Mən səni inandırmışam, gəlmişsən bura. Gəl bir yerdə ki, mən tək səni inandırıramsa, digər dostları inandıra bilirəmsə, səninlə bir yerdə daha 5 qat inandıracaq. Doğru mu? Niyə eləmirik onda? Niyə eləmirik, qardaş? Yox, sən yəqin ki, məni inandıra... Yəqin ki, məni inandıra... Problem səndə, məndədir, gedib o AXCP-də axtarma, qardaş. Bildim. Əlbəttə bizdədir. Razıyam sənə. Amma yenə də məni inandıra bilsəydin, Rafael, yəqin ki, mən sənin şəxsi əlaqəyə çıxardım da, ya etiraf eləyib bunu. Ola bilər, mən bir söz demirəm, inanmaya bilərsən, mən qınamıram səni. Mən bir söz demirəm ki, amma deyirəm, gəlin, əgər... Xətti, bax, sən tutduğun xətti mən bəyənmirəm. Çünki siyasətdə, qulaq as, Rafael, siyasətdə hiləgər olmaq lazımdır. Əgər bu günləri sən ətrafında hər sənə çatanı düşmən görürsənsə və düşmənçilik eləyiblər, sənə demirəm eləməyiblər. Amma sən hamıya bir deyib cavab verə bilməzsən, Rafael. Problem Burası elədir, qardaş, mən bu xalqın bir parçasıyım, mən xilas olmaq istəyirəm. Mən deyirəm ki, qardaş, yalan danışma, oyun oynama da, sən nə deyirsən? Səhv deyirəm. Deyirəm, oyun oynama, yalan danışma da, əzizim. Məni inandırdı, bəyək deyirəm, inandır. Ola, inandır da, doğru danış, inanım. Sən mən çıxıb deyirsən, Mehriban tualetə gedə bilmir, Mehriban elə babasıyla var. Hə, nəyimə lazım mən bu? Nəyimə lazım da, Aysu? Hə, nədir ki, İlham Əliyev həftə 8-dən 9 şok öldü. Sabah dirildirlər. Nədir qardaş bu? Hə? Müğallini durub, nədir, klientə neçəyə çıxır, üzr istəyirəm, onun qiymətini deyir. Qardaş, bu nədir belə? Mən bunu deyəndə, bunlar narahat olur, bunların oyunlarından danışanda. Başlayırlar, mənə şər atırlar. Mən də çıxıram, bunları təhqir edirlər. Bax, buradan qaynaqlanır bu təhqirlər zadda. Məsələ bu da əzizim. Mən də insana baxın, qururum var. Təklənirəm, tək qalıram, divara qıslanıram, siz də seyirci qalırsınız. Hamınız baxırsınız, belə deyirsiniz ki, öz işlərdir, neyinirik ki? Amma halbuki sən Allahdır, səni heyvan yerinə qoyur. Sənin müdafiəyə qalmayacaq, ya ki, eləmə bunu. İsmail heyvan deyil, axmaq deyil, eləmə bunu. Fikrimi çatdıra biləm əzizim. Bu mənim problem deyil. Ümumi problemdir bu. Mən fikrimi başa düşürəm. Mən onu demək istəyirəm ki, ay Rafael, siyasət özü, salam vurur, siyasət özü, onsuz da bəyanin dostlar, bəyanin, hiləsiz, belə deyək də, yəni, hiləsiz siyasət yox deyə, Rafael, baxır, yalnız baxır, onu hansı məqsədini edirsən, xalqıva, ətrafa onu, yaxşılıq məqsədi görüb edirsən, yoxsa ziyan vurmaq istəyirsən. Çünki siyasətdə olsa dürüstlük yox deyə, Rafael, gəl yalan danışmayaq da, hansı siyasətçi görmüsən ki, qalxıb düzündüsün, ya hansı seçicini görmüsək, seçici yox, prezidentliyə namizəd, verdiyi vədləri yerinə yetirsin. Yox da, siyasət dürüst öyle, Rafael. Ona görə hərdən, mən düz deyirəm, deməkdən, biz hətta başı daşa vurmaq deyil, Rafael, siyasət. Yəni, təbii ki, yanlışlarımız var. Mən demirəm ki, sən yanlış deyirsən, biz düz eləmişik hər şey. Yanlışlarımız var, mən qəbul edirəm. Amma gəlin, yanlış olan şeyləri düzəldək, düz eləyək də. Siyasətdə deyirsən, nə deyil, düz adama yer yoxdur. O zaman bizə sənin təklifin o çalçaq olmalıyıq, çizdi olmalıyıq. Bu da iş deyil axı. Məntiqlə düşünəndə biz düz olsaq nəsə eləyə bilərik. Sən deyəcək, məni inandır. Sonra da deyəcək ki, siyasətdə düzlük yoxdur. Sən nətər inandıracam mən? Ha, İsmail? Əhsən. Fikrimi çatdıra bilirəm. Yəni, gəl, özün bax, fikrimizə bəyəkdən danışırıq ki, qardaş. Hara fırlasa gəlirsən də məndə dayanır problem. Diqqət edirsən sən? Əlbəttə. Yəni, özümüzü düzəltməliyik. Bir millət olaraq sənə mənə aidini təhsil almır. Siyasətdə bir var, sırf sənin düşmənin var. Yəni, sənin rəqibin var. Bir də var ki, sənin fikrincə, mənim fikrimcə, xalqın, millətin düşməni var.
Bu Bəli, iki bəli, ayrı bəli, bir çox doğru. düşüncədir. Ay sol, sən o düşməni əgər yarıb keçə bilmirsənsə, sən onu allatmalısan. Şahmatdır. Sən onu Yox, allatmalısan. o ayrı tamam İndi- başqa bir şeydir. Amma bizə Ay, qarşı qulaq oyun as, oynayırsan, qulaq as, Axracan şər deyil. atırsan. Yox, İndi düşmən başqa Yox, bir şeydir. dəqiqə. Bizə qardaş deyib bizi alladır, ələ salır, oyun oynayır. Sənlə mənim birləşməmin qarşısını alır. Niyə? Necə? Adam çıxır efirdən yalan danışır, sən ələ salır İsmaili. Deyirəm ki, İsmail axmaq deyil, heyvan deyil, ələ salma. Qarşısına duram təzədən şər atır, mən də ona qarşı çıxıram da, əsəbləşirəm da, insanım. Küncə dirəndən təşkillənirəm. Söyürəm falan. Sən də buradan gözə tamamən iyrənirsən. Kimdir bunu yaradan? Bunlardır da qardaşım. Bunlar da səndən məni birləşmə imkan verməyən. Bunlar da səni məndən iyrəndirən. Yox, söyüşü yaradanların, o düzdür, razıyam, qulaq as Rafael. Burada Yəni sırf məsələlər insanlar var ki, zəncirvari bir-birinə bağlıdır qardaş. bilirəm. Bax, söyüş retorikasına gələndə, burada mən insanları tanıram ki, sırf deyir ki, mən söyüş söyləyəcəm. Bilirsən nəyə görə? Onun fikri parçalamaqdır. Onun fikri müxalifəti pis önəmdə verməkdir. Onun fikri müxalifətin adım batırmaqdır. Onun fikri müxalifəti iqtidarın qabağında əksiltməkdir. Çünki baxırsan ki, bugünkü gündə əgər əvvəl var idisə, bu gün ya etiraf elə ki, yoxdur Rafael, yapın. Mən yapçıyam deyib çıxıb söyüşsəyən yoxdur. Nadirdir, yoxdur. Bax, fikir ver, mən müxalifətçiyəm deyib nə qədər söyüşsəyənlər var, ən qədər. Yəni, sənin anam bacın, mənim anam bacım, həkimi, müəllimi gəlib o müxalifətçinin yanında yer tapa bilərmi sənə fikir olacaq? Təbii ki, yox. Gəlməz. Təbii mən bunu bax keçər Rəsula da deyirəm. Bizim dostumuz var. Burada izləyirsə bilir. Onu da demişəm, qardaş, ağıllı başlı iş aparmaq lazımdır. Bu söyüşü səndən də qəşəng söyürəm yeri gəlsə bu rejimə. Başa düşdü? Mən bunların hamısını yaxşı, hamı baxır belə deyir bildiyi hə sonra. Ay, soy. Ağıllı bir iş görmək lazımdır, qardaş. Mən görsən niyə efirlərə çıxmıram? Çıxım mən hər gün nə danışım ki? Sənlə bir yerdə olan, bir məntiqli Məsələn, danışmaq görsən, bax diqqət bax, elə. bunları- Sənlə danışanda görə necə danışırıq? Demək ki, adam lazım ki, bir sinsinə bir iş görək də. Təbliğat aparaq da. Problem. Bizlərdə özümüzdədir. Səndə, məndə demirəm, konkret insani. Bax, fikir ver. Alona məsələsi ortalığa çıxanda mən yayımların çoxunda dedim ki, ay uşaqlar, boş söhbətdir. Bu Alona məsələsi bizi heç yerə getirib çıxartan deyil. Bir həftədən sonra yaddan çıxıb gedəcək. Bu yalnız bizə ziyandır. Fərqi yoxdur kimdir Alona. Onu qoyub şəkilin söyməklə sən heç bir xaricdə hansısa bir belə deyək, siyasətçiyə diktatura olmağın, Azərbaycanda diktatura mövcud olmağın sübut eləyə bilməzsən. Makron kişi ilə yaşayır. Sən gəlib Makrona deyəcəksən ki, Alona belə-belədir. Makron sənə güləcək, deyəcək, dəlisən sən, xəstəsən, mənə nə? Yəni, Qardaş, mən bu məsələyə qarşı çıxmışdım başdan. Mən də başladılar hakimiyyətin adına adam eləməyəm. Söydülər də məni. Mən dedim ki, kişi, bu yalandan çıxırsınız, İlhamı zadı bitirəcək. Qardaş, İlham hamı bilir ki, əxlaqsızdır, pozğundur. Demirəm, düz eləməmişsiniz, siz də düz eləmişsiniz. Amma Azərbaycan xalqının təşkilatlanmasında, bir yerə gəlməsində nə kimi faydası oldu? Bunlar birləşmişdilər, nə oldu bəs? Yaxşı, deyək ki, Alyon üzərindən bir şansdır. Əl-Oğuzdur, Mehmandır, Qabildir, Orxan, hamısı manav. Birləşiblər, nə gözəl, əla. Niyə birləşmədilər? Nə ideya atıb ortaya bu milləti inandırmırlar? Diqqət çəkiblər də şansdır. Düşüb, gündəmi çəkiblər özlərinə, düzdürmü? Hamısı bir yerdə. İndi nə etmək lazımdır? Ortaya bir inanc, güvən, bir ideya atıb ortaya o xətdən getməliyik. Manafı da. Razıyam. Mən hakimiyyətin adamıyam, Rafael Piriyev. Mən deyirlər ki, hakimiyyətin adamıdır, daldan verir, nə bilim, İranın adamıdır, o bir yox, qoydu kənara. Bu lazım deyil Rafael bizə. Siz bəs, siz niyə eləmədiniz? Gündəmi çəkdiniz də özünüzə. Alıyonla Azərbaycanda tanıyan yox idi, bunlar tanıtdılar. Diqqət elədiniz siz? Əhsən. Aliyonanı gündəmdə tanıyan yox idi. Özlərini Yox öldürdülər ki, tanısın zaman tanımırdı. Bunlar tanıtdılar. Anlayırsınız siz müxalifət nə Ay işdir? Rafael, mən səni inandırım. Vallahi mən burada biraz şübhələnirəm ki, bəlkə də o iqtidarın atdığı bir addım idi. Bilmirəm, nədir, mən onu bilmirəm. Sadəcə o fikirləriniz deyil. Yox, demirəm, onlar baş ixtidara verəm, deyil. burası Deyirəm ki, qardaş ziyanımızadır, əzizim. Hamı bildi ki, Hərdən. adına fahişədir. Niyə sən Yox, bu başa gündəmə düşürəm. gətirəndə bütün gündəmi diqqət üzərinizə çəkdiniz? Gənə də deyirəm, mən hakimiyyətin adamıyam, bunların dediyi kimi. istifadə elə Bizdən ondan, alçaq. bəli. Qardaş, siz birləşəydiniz, siz ideya atın ortaya. Ay millət, ay cəmaat, gəlin birləşə iş görək. Ay Qabil, yalanı yığışdır.
Ay Mehman çıxıb efirdən deməcəklə ki, götdən verən gəlib prezident ola bilər. Olmaz. Xalqın bu zərərinədir. Eləməyin belə şeylər. Dedilər mi? Yox. Yox. Belə olan halda kimdir ki onların yanına? Hətər gələcək bir yerə. Bir şey mi çatdırır? Bunlar bir şey bilirəm, bunlar bir şey qabullanmaq istəmir ki, bunlar deyəndə ki, hamıya aid deyə. İlham Əliyev nə bizdən ağılsızdır, nə bizdən fərsizdir. Yəni o bizdən ağılsız və fərsiz olsaydı, onun yerində biz olardıq. Deməli bizdən fərrid də, bizdən ağıllıdır da. Bunu tutalım ki, İlham Əliyev düşməndir. Okey. Mən əgər düşmən kimi görə bilmirəmsə meydanda, onu lazımı olan qiyməti verə bilmirəmsə, mən uduzacam, Rafael. Bax, problemimiz bundadır ki, bunlar hamısı belə, İlham Əliyev kim deyə, bax, gələn ilin axırına devrilir. 10 ildir. Mən eyni sözü eşidirəm. Gələn ilin axırına devrilir. Salam. Hər ay devrilirlər, hər ay gedir. Hər ay devrilir. Hara gedir? Sən mənlə düşmənsən, biz düşmənik elə bir-birimizə. Hara gedir? Nətər gedəcək? Sənlə mən düşmənik, ay bloğdur. Ay siyasətçi, düşmənik biz. Vətəndaş müharibəsi gedir burada. Sağ ol, Riko, sağ ol. Əlbəttə, Yusuf. İsmail qardaş, başqa sözün var mı? Bu digər dostlarla. Sağ ol, qardaş, çox sağ ol. Sağ ol, Allah mandılar. İsmail getmə qadınım, getmə. Yox, digər dostlar da var, Mişə qardaş, onlar da qoşmaq. Buyursan da. Oldu, yox, bax, o yazıb altdan deyir ki, gör ki, mən Orxana səni söyləyirmişəm. Mən isə Orxanla söhbət edirəm, Rafael. Ay qardaş, sən başımı görüm, biz mövzu ilə bağlı danışaq. Mənə lazım deyil. Bax, mənə orada şərat sən də durub baxsan. Mən neyinirəm, mən orada yazılana çıxmışam bura. Belə olmadı ki bu. Bununla necə danışırsan? Bununla nə mövzu edirsən? Bax, sən altdan danışırsan, bu da altdan şəratır. Ay qardaşım, sən mənim yerinə mən gedib profillə danışacağım orada. Tanımıram eləmə. Yaxşı, icazə ver ona bir iki kəlmə söz deyim, mən gedirəm. Qaldırasın kim ürəyini istəyir. Qalxsın. Qalxmasan, ay Təbriz, bir də o şey. Anan qəhbədir. Olmadı da, sən yekə kişisən, yekə adamsan, qanacağın mərfətin olsun. Buna hərəkət deyirik sizi. Mən qaldırmışam mövzu ilə bağlı, qardaş. Qardaş, burada təhqir yazmayın da, bizim moderatorlarımız yoxdur. Rəsul, sən moderatorsan, at səssizə də, qardaş, bunu. Atı söyüşsüyenler mişan ne olmaz axı. Bizim mövzumuz tamam başladı kardeş. Sözüm var, ged orada bak şəxsisi var. Girginen yazginen sözü olmadı axı. Kardeş, bizim mövzumuz başqadır. Biz özümüzü düzəltməliyik. Bir kişi millət olmalıyıq. 100 ildən sonraki nəsillər bizim kəfərimizə söyləyəcəklər. 100 ildən sonraki nəsillər bizim qeyrətimizə söyləyəcəklər, bizim namusumuza tüpürəcəklər. Özümüzə bərbəzək verib boypxun verməklə deyil, qardaş. Yaşayışımızı tanımalıyıq, kişi. Gələcəyə bir tarix qoymalıyıq, bir tarix yazmalıyıq, bir kişi millət olmalıyıq. Bundan danışın siz mənə, kişilər, insanlar. Yoxsa orada gəlib mişiyə biri yazıb, niyə inirəm, qardaş, mən durub burada profillə döyüşəcəm mən. Beğenin dostlar, beğenin. Beğenin, paylaşın. Etmeyin kardeşler, belə etmeyin. Gelin problemi özümüzde aktaraq, özümüzü bilək. Sabah inşallah bu məsələ ilə bağlı vəkillə bir daha terminim var dostlar, bir daha görüşəcəm. Çünkü onunla danışmalıyım bu məsələni. Bu böyük bir məsələdir. Burada çox adamlar yəni bu məsələdə ifadəyə çağırılacaq. Hətta Əloğuzun özü də, Fuad Ağayevin özü də, Qabilin özü də. Çünki mənə çox maraqlıdır. Yəni Alman dövlətinə də, mənə də, nə bilim, Alman məhkəmələri, qanun, hüquq, vəkil tutacağım, vəkilin özü də hamıya, mən Rafael Priyevədən maraqlıdır ki, bunlar məndən yaxşı tanıyırlar. Deyirlər ki, hakimiyyətin adamıdır. Nə gözəl. Mən bilmək istəyirəm ki, Rafael Priyev hakimiyyətin adamıdır, qardaş. Buna mənim haqqım var da, düzdürmü? İddia eləyən sən tələb, nədir? İsbatda ortaya qoyan sən olmalısan. Mən tələb eləməliyəm ki, qardaş, buyur, sən məni məndən yaxşı tanıyırsan. Alman polisindən, Alman məhkəməsindən, hüququndan çox qəşəng tanıyırsan sən. Siz əla işləyirsiniz Almaniyada. Alman dövləti işləyə bilmir. Çox qəşəng işləyirsiniz. Bunların üstünə gedəcəm mən. Bunların maksimum əllərində mənim üstümə tutub gəldikləri nədir dostlar? Təhqir. Qəniməti təhqir eləmişsən, nə bilim,
Fuadı təhqir eləmirsən, Qabili təhqir eləmirsən, Orxanı təhqir... Siz səbəb sizsiniz də. Sizsiniz də səbəb. Siz gətirib o yerə çıxartmışsınız da o vəziyyəti. Güya bilmirsiniz, şakallar, şərəfsizlər, namussuzlar. Hamınızı bir ifadəyə çağıracaqdı Baba Alman dövləti. Bu sözü mən sizə verim, görəsiniz. Orxan Ağayevə qədər hamısı. Hazır olun, sizin hamınızı ifadəyə çağıracaqlar. Çıxın mənim əleyhimə 100 dənə oyun oynayın, alçaqlıq eləyin, şər atın, böhtan atın, məni gətirin o həddə çıxardın ki, mən sizin ananızı, bacınızı söyüm, arvad uşağınızı söyüm, sonra da apar qoyum polisin qabağına ki, məni təhqir eləyir. Şərəfsizlər, namussuzlar, peysərlər. Sizin başınızı oynasacağım, mən səbirli olun, görəsiniz. Allah, Cənab Allah ədalətli bəndələrinin yanındadır. Gec eləyər, güc eləyər. Siz məni tək görmüsünüz, amma unutmayın ki, mən alimlərin Rəbb olan Allahımla mən. Əlinizdən gələni eləyin, bildiyinizi eləyin. Mən də bildiyimi eləyəcəm. Siz istədiniz rast ki bunu, mən istəmirdim. Siz istədiniz, sizin istəyinizi yerinə yetirəcəm. Və bir çox insanlarda bu məsələyə cəlb eləyəcəm. Fuad Ağayevlə bağlı kimlərdə nə fakt, sübut, argument nə varsa, hamısını toparlayıb verəcəm Alman dövlətinə. Böyle bir məhkəmə qaldıracam. Prokurorluğa qədər aparacam. Ki, qardaş, bu adamlar kimdir belə? Nədir belə? Bu yalandan saxta profillərlə nə bilim yazmaq, pozmaq. Bu nədir belə? Bu kimdir bu adamlar? Bunlar niyə belə eləyirlər? Bunlar kimin müxalifətidir? Hə? Bunu mənim bilmə haqqım var. Alman dövlətində hamımızın. Burada mənəm müxalif, yoxsa bu? Bu müxalifdirsən mən kiməm? Sən deyirsən hakimiyyətin adamıyım, ne güzel, ispat səndə, sübut səndə. Buyurun. Bunun kökünə gedəcəm mən. Mən sizə imkan verməyəcəm. Səbirli olun, görəsiniz siz. Mən əsəbləşərəm, təhqir eləyərəm. Onu götürüb verə bilərsiniz hakimiyə, məhkəmiyə. O boş şeylərdir o. O boş şeylərdir. Ona səbəb olan siz olmuşsunuz. Başa düşdünüzmü? Səbəb olan məni gətirib o həddə çıxardan siz şərəfsizlər olmuşsunuz. Sizin başınızı oynasacağım. Buna görə də əlimdə kifayət qədər sübut argument var. Hamısını göndərəcəm bu dövlətə. Sizin başınızı oynasacağım. Adları qoyurlar müxalifət bloger. Alçaq bir qiriyyət uğraş yığını. Namussuzlar. Olmaz da yeter də qardaş, belə müxalifətçilik olar, belə blogerlik olar. Hə? Belə mübarizə olur qardaş, bu nə tər şeydir, mənim başım çıxmır. Özünüzü müdafiə edirsiniz, gedin eləyin, şər niyə atırsınız, böhtən niyə atırsınız? Alman dövlətinə belə nədir yalan danışır ki, gedib Alman dövlətinə yazırlar ki, bu nədir hakimiyyətin adamıdır, bura yerləşdirir. Alman dövlətinə yazır bunu. Dövlət də bilib baxır, bu nə danışır belə? Hakimiyyətin adamı nədir, zad nədir? Bunlar bizdən ağıllıdırlar, bizdən güclü işləyirlər. Bu qədər Alman dövləti bilmir bunu, bunlar bilir. Bunlar bilirsə nə gözəldir. Biz də bunlarla bir yerdə işləməliyik də dostlar. Mən də, Alman dövləti də, Qabil də, Fuad da hamımız bir yerdə işləməliyik. Rafal Priyemin kim olduğunu ortaya qoymalıyıq. Doğru mu? Məntiqlə belədir. Bəli, mən bu işin üstünə gedəcəm, imkan verməyəcəm mən sizə. Səbirli olun Allahın izni ilə. Azərbaycanlılar deyir, Almaniyada satır bir-birini. Qardaşım, göz qabağındadır, əzizim. Göz qabağındadır. Mən heç kəsi satmıram. Mən haqqı deyirəm, doğruları deyirəm, gedirlər mənim əleyhimə şərbətdən danışırlar. Ekrandan da danışırlar, dövlətə də yazırlar. İndi mən nə tər eləyim, özümü müdafiə eləməyim. Özümü müdafiə eləməyim, bunlar kimdir belə? Bu şərəfli millətin evladı belə mi olur? Namuslu, şərəfli, özünə hörmət eləyən, şəxsiyyətli bir millətin evladı belə mi olur? Belə Azərbaycanlı mı olur? Belə haqq, ədalət, dürüst adam mı olur? Bu nə tər şeydir? Üstündən də özlərinə müxalifət deyirlər. Bizim adımızdan isə həm mənim adımdan danışırlar. Bizə deyirlər ki, sizə ədalət gətirəcəyik. Şər atan, böhtan atan, yalan danışan, fırıldaq eləyənə ki, bizim adımızdan bizə yalan danışır. Bizi ələ salır. Qardaş, onun qarşısına durmuyor. Nə olsun ki, millətin evladı, nə olsun ki? Olmaz axı belə, adam bezir. İğrənir, belə şey olar. Deyir, haqqı danış, çörəyin olacaq. Çörəyi Allah verir, qardaşım. Çörəyin haqqla heç bir əlaqəsi yoxdur. Başa düşdünüzmü? Dərdin çörəkçisə gedib pozğunluq deyilib çörək qazana bilərsən. İlham Əliyev kifayət qədər pozğunxanalar açıbdır. Gedib orada pozğunluq edib çörək də qazana bilərsən. Əgər dərdin çörəkçisə. Məsələ çörək məsələsi deyil, əzizim.
ədalət məsələsidir, haqq məsələsidir, insanlıq məsələsidir, vicdan məsələsidir. Ölkə batır, rəzalətdir, biabırçılıqdır. Hökumət belə alçaq, müxalifət belə alçaq, biabırçılıqdır. Hər tərəfdən bu milləti türklər demişkən kuşatırlar. Zəlil günə qoyurlar, milli dəyərləri, dini dəyərləri hamısı ayaqlar altındadır. Belə şey olar, qardaş. Bu millətin dərdi çörək deyil ki. Bu millətin dərdi çörək deyil ki, qardaş. Ədalətsizlikdir, haqsızlıqdır, özbaşınalıqdır. Qanunlar işləmir ki. Telefon zəngi ilə işləyir. Polisin də, məhkəmən də, rəislərin də, icra hakiminin də hamısı telefon zəngi ilə. Bizim dərdimiz bu deyil, qardaşım. Bunlar ortalıqdan qalxmalıdır. Ədalətin olmadığı yerdə çörək tapsan nə olacaq? Şərəfin, ləyaqətin ayaqlar altına atıldığı bir məmləkətdə çörəyin olsa nə olacaq? Nə olacaq ki, güya? Məsələ ləyaqət məsələsidir, məsələ ədalət məsələsidir, məsələ kişilik məsələsidir. Məsələ yaxşı oğlanın, yaxşı kişinin vətənində ədalət olar, qanun olar, qayda olar. Kişinin vətənində, dövlətində haqsızlıq olmaz. Məsələ bu deyil, qardaş. Oturun bunu fikirləsin. Ancaq çörək olmaz əzizim. Nəysə dostlar, sağollaşaq yavaş-yavaş. Gecdir, mən yorğunam, işdən gəlmişəm. Gecəniz xeyrə qalsın dostlar, Allah amanda qalın. Mən buradan bir daha səslənirəm. Qabil Məmmədov və Fuad Ağayev. Mən sizlə məşğul olacağım. Siz ki, bu məsələni gətirdiniz, bu yerə çıxartdınız, mən istəmirdim. Mən iş üstünə düşmürdüm. Neçə illərdir mənim əleyhimə fahişəlik elədiniz. Bax, o Vidadi İskəndərli, rəhmətli Vidadi İskəndərin adından götürdünüz, miqrasiya kimi yazdınız. Güya bunu Vidadi İskəndərli yazmaq ki mənə. Vidadi İskəndərli Alman dili bilmir, yaza bilmir bu dildə. Yəni, Vidadi İskəndərin adından götürüb Alman dövlətinə mənim əleyhimə yazmaq. Bunu da Fuad Ağayevdir. Çünki bu şübhələr doğur. Bunu mən rəhmətli Vidadinin özündən də soruşdum. Dedi, yox, mən yazmamışam. Yazmamışam, dedi. Bunu kim yaza bilər? Kimdir bəs? Bunu dövlət araşdırmalıdır. Bunlar cavab verməlidir. Fuad Ağayevlə də Qabil Məmmədovun sıx əlaqəsi var. Bu əlaqələr bəs edir ki, bunların nə qədər alçaq uğraş olduğu üzə çıxacaqdır. Hər şeyi mən subutları, faktları qoyub ortaya, sizin nə qədər alçaq olduğunuzu mən subut edəcəm. Səbirli olun, sizi cəzalandıracam mən şəxsən qanunla. Səbirli olun. Sağ olun dostlar. Allah amanda qalın, özünüzdən müğayət olun. Allah sizləri qorusun. Növbəti canlı yayımlarda görüşənə dək. Bu canlı yayımı bir daha səsləndim dostlar. YouTube'da da paylaşacağım. Facebook'da da yenidən dostlar istəsə izləyə bilərsiniz. Yəni YouTube'da da, Facebook'da da. Sağ olun dostlar. Allah amanda qalın.